Sabahınız xeyir olsun. Gənə Gəncə şəhəri, Totanlı qəsəbəsi, şəhidimizin Eysan bulağının yanı, Gəncə şəhəri Kommunal İdarəsinin rəhbərliyi başda olmaqdan mən buranı paylaşmışam. Baxın, zibilxana olubdur. Gəlib zibili yığmaq əvəzinə yığıbdılar kanalın altına. Bu 3-4 gün, bax bu 3-4 gün bu zibil buradadır. O bir videolamada baxa bilərsiniz. Yəni bu gün Gəncə şəhəri Kommunal İdarəsi böyük bir qəsəbə, Gəncə şəhəri göl-göl birləşdirən böyük bir qəsəbəni bugün gündə bu boyda video paylaşaraq heç bir tədbir görmürlər. Baxın, bütün zibillik ən azından bizim burada, şəhidimizin Eysan bulağının yanını Gəncə şəhəri Kommunal İdarəsinin rəhbərliyinə deyək sözümüzü. Yəni demədiyim söz qalmayıbdı ta. Hər dəfə müraciət eləyir, nə sayan var, nə bir şey eləyən var. Şəhidimizin Eysan bulağının yanı. Buranı da paylaşmışdım. Baxın, gəlib təmizləməyə əvəzinə təzə özlərinə yer tapıbdılar zivili yığmaq üçün. Baxın, buranı belə yoldaşlar təmizləyib yığıbdılar şəhidimizin Eysan bulağının altına. Baxın, bugünkü də Gəncə şəhəri Kommunal İdarəsinin rəhbərliyinə xahiş eləyək. Nə eləyək ki, gəlsin bura şəhidimizin Eysan bulağının yanına. Heç bu şəhidin Eysan bulağı yoxdur. Bu böyük bir qəsəbədir. Qəsəbənin zibil qabı olmadığına görə büyük də sakinlər hara gəldi zibil tulamaq məcburiyyətindədir. Bu zibili də bura yığıbdılar ki, gəlib təmizləmə əvəzinə gəlib buranın kommunalın işçiləri yığıb şəhidin Eysan bulağının altına, o biri körpüyə nədir ki, kanal gəlsin buranın zibil yusun aparsınlar. Bugünkü də Gəncə şəhəri Kommunal İdarəsinin gördüyü işlər budur.